Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve bareke ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, biz fiqh dərslərində tahir sularda qalmışdıq və keçdiklərimizə qısa nəzər salmağımız fayda baxımından yaxşı olardı. Biz dedik ki, fəqihlər suları 3 qismə bölüblər. Tahir sular və nəcasətli sular. Birinci qism olan tahir sular özündə nəyi cəm edir? Təmizləyici və təmizlik vəsfini cəm edir. Təmizləyici vəsfi olduğuna görə nəyə təsir edə bilir? Hədəsin aradan qaldırılmasına və nəcasətin yox edilməsinə təsir edə bilir. Və dedik ki, bu suları həm adətlərdə, həm də ibadətlərdə istifadə etmək icazəlidir. Və dedik, bu sular təmizləyici vəsfini itirərsə hansı suya çevrilir? Tahir suyuna çevrilir. Tahir suyuna çevrildiyinə görə həmin suyu, yəni təmizləyici vəsfini itirdiyinə görə həmin su hədəsin aradan qaldırılmasına və nəcasətin yox edilməsinə təsir edə bilmir. Bu suyu yalnız nədə istifadə edə bilərik? Ancaq adətlərdə, yəni ibadətlərdə istifadə etməyimiz icazəli deyil. İstər bu müstəhəb ibadət olsun, cümə qüslü kimi, bayram qüslü kimi, istər vacib ibadət olsun, misal olaraq cənabət qüslü kimi. Və dedik, əgər su həm təmizləyici, həm təmizlik vəsfini itirərsə, hansı suya çevrilir? Nəcasətli suya çevrilir və nəcasətli suda nə adətlərdə, nə də ibadətlərdə istifadə edilmir. Yəni, icazəli deyil onu istifadə etmək. Və keçən dərs biz tahir sular haqqında danışdıq və dedik ki, tahir suların tərifi nədir? O su hədəsi aradan qaldırmaz və nəcasəti yox etməz. Və ona bir neçə misallar verdik. Dedik ki, tahir su o sudur ki, ona qarışan şey səbəbi ilə suyun vəsflərdən biri, iyi, dadı və yaxud rəngi çox dəyişir və dəyişmənin keyfiyyətini izah etdik, təfsilata getdik. Onu məsələni tam başa düşmək istəyənlər həmin dərsə qayıdıb, həmin hissəni bir neçə dəfə dinləyə bilərlər. Və ona misallar verildi. Dedik ki, ona məsəl üçün suya un qatışarsa, suya kraska qatışarsa və ya zəfəran qatışarsa və ya çaya kofeni misal göstərmək olar. Yəni suya bir şey qatışır, onun dadından, rəngindən, iyindən birini çox dəyişir. Və dediyim kimi, dəyişmənin keyfiyyətini də orada bəyan etmişik. Ona başqa misallar da verdik. Dedik, misal olaraq insanın, tahir suya nə misal verdik? Dedik, insan az su ilə hədəsini aradan qaldırarsa, istəyir bu böyük hədəs olsun, istəyir kiçik hədəs olsun. Əgər hədəsini aradan qaldırarsa, məsələn, dəstəmaz alır ya qüsul alır. Onun dəstəmaz əzalarından və ya qüsul əzalarından ayrılan su bir qabın içinə tökülərsə, o su tahir su hökmündədir. Tahir su hökmündədir və ondan başqası istifadə edilməz ibadətlərdir. Ona başqa bir misal verdik. Dedik ki, 2 qüllətindən az olan bir çəndir, misal olaraq. Biri hədəsi qaldırmaq niyyəti ilə, yəni boynunda ya böyük hədəsi olsun, ya kiçik hədəsi olsun, fərq etməz. Hədəsi qaldırmaq niyyəti ilə əlini suya salarsa, o su istifadə edilmiş su hökmündədir. Az salarsa belə əlini salıb çıxardarsa, su istifadə edilmiş su hökmündədir, yəni tahir suya çevrilir. Ancaq dedik ki, əlini bir qab kimi istifadə edərsə və ya suyu götürmək niyyəti ilə əlini salarsa, o zaman əlini suya salmağa suya təsir göstərməyəcək. Tahir sulara başqa bir misal da verdik ki, dedik nəcasətli məhəlli təmizləyən, əgər nəcasət aradan qalxarsa, nəcasətli məhəllə təmizləyən su tahir su hesab olunur. Ondan misal verim. Dedim ki, misal olaraq əlimə bir nəcasət dəyir. Onu 1 dəfə, 2 dəfə, 3 dəfə yuyuram. 3-cü yumada misal olaraq nəcasət düşür, amma məhəll nəcasətli qalır. 4, 5, 6-cı yumada da ayrılan su, mötəməd görüşü qeyd edirəm, ayrılan su nəcasətli sudur. Amma 7-ci yumada məhəll təmizlənir, oradan ayrılan su artıq tahir su hökmündədir. Və həmçinin bizim fəqihlər tahir suya bir neçə məsələndə misal verirlər. Deyirlər ki, elə şeylər var ki, onlar özü-özlüyündə su adlanmır. Yalnız nəyəsə nisbətdə, izafədə su adlanır. Məsələn, qarpızın suyu, gülün suyu, yasəmən suyu, bunlar özü-özlüyündə su adlanmır. Mütləqdir ki, nəyəsə nisbətdə su adlansın. Bunlar da tahir sular qisminə daxildir. Həmçinin alimlərimiz bir su var ki, ona da tahir suya aid edirlər. Ona bildirirlər ki, əgər bir insan dəstəmazı pozan gecə yuxusundan qalxarsa və əlini 3 dəfə yumadan bir qabın içinə salarsa, yəni az suya salarsa, həmin su tahir suya çevrilir. İlk öncə bilmək lazımdır ki, bizim alimlərimiz bu məsələdə nəyə dəlil gətirirlər? Onlar bildirirlər ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm bir hədisdə buyurur: "Və izə istayqaza ahadukum min nawmihi falyaghsil yadahu qabla an yudkhilaha fil ina'i fa inna ahadakum la yadri ayna batat yaduhu." Sizlərdən biri yuxudan qalxdıqda əlini 3 dəfə yumadan qaba salmasın. Çünki sizlərdən heç biri əlinin harada gecələyəcəyini bilmir. Alimlərimiz şərt qoşublar ki, insan əgər mötəməd görüşə görə bu hədisə əsasən deyirlər ki, insan əlini vacib olaraq 3 dəfə yumalıdır. Və bu təabbudidir. Alimlər bunu qeyd edirlər. Bunun səbəbini bilmir alimlər. Bilmirlər ki, yəni qeyd etmirlər. Deyirlər ki, bu əməl təabbudidir. Yəni insan
gecə yuxusundan qalxdıqda, dəstəmazı pozan gecə yuxusundan qalxdıqda, əlini qaba birbaşa salarsa, onun əlinin suya təsir göstərməsinin səbəbini demirlər. Bunun yəni səbəbini bilmirik. Təəbbudidir. Təəbbudi barəsində isə təbii ki, keçən dərslərimizdə danışmışdım. Və alimlər bildirirlər ki, bu dəstəmazda olduğu kimi 3 dəfə əlləri yumaq kimi müstəhəb bir ibadət deyil. Yəni müstəhəb deyil. Dəstəmazda əlləri 3 dəfə yumaq müstəhəbdir. Bu ayrıca bir ibadətdir. Yəni onu həyata keçirmək üçün insan bismillah deməlidir, niyyət etməlidir, bismillah deməlidir. Sonra 3 dəfə əllərini vacib olaraq yumalıdır. Və həmçinin alimlərimiz bildirirlər ki, insan əlinə bir şey, bir əski bağlayıb yatarsa belə, insan yenə də qalxarsa, dəstəmazı pozan gecə yuxusundan qalxarsa, o mütləq olaraq əlini 3 dəfə yumalıdır, vacib olaraq. Təbii ki, bu ibadət insandan unutqanlıq və cahillik səbəbilə üzərindən düşür. Cahillik səbəbilə üzərindən düşür. Əgər düşməzsə, insan yəni Həmbəli məzhəbinin mötəməd görüşünə bağlandığı halda, yəni onu tərk etməsi ona icazəli deyil. Yəni vacibdir ki, bu əməli yerinə yetirsin. Sadəcə alimlər burada bir neçə şərtlərlə qeyd edirlər. Təbii ki, biz oxuduğumuz, istifadə etdiyimiz Ahsar Muxtasara kitabında həmin ibarə yoxdur. Mən ibarəni Zadul Müstəhil İmam Həccavinin Zadul Müstəhil əsərindən bildirəcəm. İmam Həccavi buyurur: "Əv ghumisə fihi yadu qaimin min nawmi leylin naqidin li vudu'i." Əgər ona dəstəmazı pozan gecə yuxusundan qalxanın əlini salarsa həmin suya, əlini salarsa, həmin su tahir suya çevriləcək. Ancaq alimlər bunu bir neçə şərtə bağlayırlar. Birinci şərt nədir? Alimlər bildiriblər ki, ilk növbədə su az olmalıdır. Əgər çox suya salarsa, suya təsir göstərməyəcək. Biz də çox suyu dedik ki, 2 qüllətindən çox olan sudur. Keçən dərslərimizdə danışmışdıq. Həmçinin deyirlər, əlinin tamamını salmalıdır. Və yaxşı misaldakı kimi deyil. Tamamını, yəni əlini biləyə kimi tam ora salmalıdır. Yəni bir hissəsini salarsa, suya təsir göstərməyəcək. Sonra bildirirlər ki, müsəlman olmalıdır. Müsəlman sözü ilə nə xaric olunur qardaşlar? Kafir olan kəs buradan xaric olunur. Yəni kafir bir kəs əlini suya salarsa, o suya təsir göstərməyəcək. Sonra bildirirlər ki, həmin insan mükəlləf olmalıdır. Mükəlləf nədir qardaşlar? Mükəlləf o kəsdir ki, insan ya həddi buluğa çatır, həm həddi buluğa çatır, həm də nəyə çatır? Ağlı olur yerində. Əgər bir insanın ağlı olarsa, amma həddi buluğa çatmazsa, məsəl üçün 8 yaşı var, 7 yaşı var, həddi buluğa çatmıyor. O zaman ağlı yerində olsa belə o mükəlləf sayılmır. Və yaxud insan həddi buluğa çatıb, ancaq ağlı yerində deyil. Yenə də mükəlləf sayılmır. Yəni mütləq ki, həm ağlı yerində olmalıdır insanın mükəlləf sayılması üçün, həm də insanın həddi buluğa çatması şərtdir burada. Bundan əlavə bildirirlər ki, onlar bildirirlər ki, insan gecə yuxusundan qalxmalıdır. Yəni bu ilə nə xaric olur buradan? Gündüz yuxusu xaric olur. Gecə isə fəqihlərin qatında nəyə əhatə edir qardaşlar? Günün batmasından dan yeri sökülənə kimi olan vaxt gecə adlanır. Məsəl üçün, misal verək də, insan məğrib namazının fərzini qılır, sünnətini qılır, sonra yatır. Sonra işə namazına qalxdıqda dəstəmaz almamışdan qabaq vacib olaraq əllərini 3 dəfə yumalıdır. Niyyət etməlidir, bismillah təsmiyə gətirir, bismillah deyir və əllərini 3 dəfə yuduqdan sonra təzədən yenidən niyyət edib dəstəmaz alır. Əllərini 3 dəfə atır. Dəstəmazda əllərini 3 dəfə yuması o müstəhəblik yönündəndir. Bu əməl müstəhəblik yönündəndir. Və həmçinin alimlər bildirirlər ki, bayaqki misaldan fərqli olaraq, yəni bu bayaqki misalda nə dedi? Əlinə əgər suyu götürmək niyyətini ora salarsa, o su tahir suya çevrilməyəcək. Amma burada elə deyil. İstər hədəsi qaldırmaq niyyəti ilə salsa, istər suyu götürmək niyyəti ilə həmin suya təsir edəcək. Az su olarsa, insan əlini 3 dəfə yumadan həmin suya salarsa, o zaman suya nə edəcək və gecə yuxusundan qalxarsa, suya təsir göstərəcək. Amma gündüz yuxusundan qalxarsa, onun əlini 3 dəfə yuması vacib deyil və əlini suya salsa belə suya təsir göstərməyəcək. Və həmçinin bizim Həmbəli məzhəbində dəstəmazla təyəmmümün cəm olduğu hallar var. İnsan dəstəmaz da alır, təyəmmüm də alır. Ardıca vacib olaraq. Düzdür, bu hal məzhəbdə 4-dür, mən üçün qeyd edəcəm. Amma biri, yəni, daha çox elm tələbələrinin bilməsi olan məsələdir. Birinci hal hansı haldır? Biz keçən dərslərimizdə dedik ki, bir qadın, mükəlləf qadın, az su ilə təkliyə çəkilib, yəni xəlvətə çəkilib, kamil təharət alarsa, hədəsini aradan qaldırarsa, onun suyunun qalıqlarını kişi istifadə edə bilməz, hədəsinin aradan qaldırılmasında. Amma nəcasətin yox edilməsində istifadə edə bilər. Ancaq kişi bundan başqa su tapmazsa, həmin suyu istifadə edəcək, dəstəmaz alacaq, vacib olaraq təyəmmüm olacaq arxasıca. Bu birinci haldır. İkinci hal nədir? Dediyimiz bu hal. İnsan əlini suya salarsa, su tahir suya çevrilir. Gecə yuxusunu, dəstəmazı pozan gecə yuxusundan qalxıb, əlini birbaşa suya salır.
su tahir suya çevrilir. Əgər bundan başqa su tapmazsa, yenə həmin su ilə dəstəmaz alacaq və vacib olaraq təyəmmüm alacaq. Üçüncü hansı haldır? İnsanın önündə iki su var. Biri tahir sudur, biri tahir sudur. Amma insan qatışdırıb. Hansı tahirdir, hansı tahirdir. Və birində içməyə ehtiyac duyur. O zaman insan nə edir? Üstüncənlə tahir bildiyini dəstəmazda istifadə edəcək və ondan sonra təyəmmüm alacaq. Çünki yəqinliklə almır dəstəmazı. Yəqin bilmir ki, o tahir sudur. Üstüncəndən tahir bildiyi ilə dəstəmaz alacaq, sonra vacib olaraq təyəmmüm alacaq. Tahir bildiyini isə içmək üçün istifadə edəcək. Yox, əgər insan içməyə ehtiyac duymazsa bu sulardan heç birindən, içməyə ehtiyac duymazsa nə edəcək? O zaman insan bir dəfə niyyət gətirəcək. Misal olaraq, hədəsini aradan qaldırmasını niyyət edir, dəstəmaz almaq istəyir. Kiçik hədəsini aradan qaldırmasını niyyət edir. Bismillah deyir və bir dəfə dəstəmaz əzalarının hər birini bir dəfə bu qabdakı sunan yuyur, bir dəfə də o birisi qabdakı sunan yuyur ki, yəqinlik hasil olsun. Yəni ikisindən biri tahirdir, düzdürmü? Biri ilə hədəsi qaldırmaq olar, biri ilə olmaz. O zaman insan bir dəfə bismillah deyir, niyyət edir, bismillah deyir və bir dəfə tutaq ki, qolunu buradakı sunan yuyur, bir dəfə də digər qabdakı sunan yuyur və yəqinlik hasil olur. Bundan sonra artıq təyəmmüm alınır. Çünki burada artıq yəqinlik hasil olur ki, mən dəqiq ən azı dəstəmaz əzalarını bir dəfə tahir sunan yummuşam. Tahir sunan da yəni insanın dəstəmaz əzalarını yumağın yəni bir dəfəsi kifayət edir. Biz demişdik keçən dərslərimizdə ki, ikinci, üçüncü yuma nədir? Müstəhəb yumadır. Və biz bununla da tahir su bölməsini bölümünü başa çatdırırıq. İnşallah gələn dərs demək olar bundan sonra sular bölümündə 2 dərsimiz qalır. Nəcasətli sular haqqında danışacağam 2 dərsdən. Ondan sonra inşallah növbəti bölümlərə davam edəcək. Allah Taala'dan müvəffəqiyyət diləyirəm. Vəlhamdülillahi Rabbil aləmin.